Salam, hoş geldiniz. Lütfen, içeriye sen iyi yap, çok güzel, canlı. Hamısı geldi tutardı, emin ki geldiler. Var, telefonla var, video düğün çekimler 10 gündən sonra verirlər, ehtiyat olunur. Salam, hoş gördük hər birinizi, hoş gəlmişsiniz. Sağ olun ki, bizim dəvətimizi qəbul edib, bu gün bizim bayrağımızı uzalara qaldıran idmançılarımızla görüşə gəldiniz. Gəlin biz İslam oyunlarında olan qaliblərimizi bir alqışlayaq. Bilirsiniz, idman bizim həyatımızın bir hissəsidir və nə xoş bizə ki, bizim cərgələrimizdə Araz Musayev kimi 9 qat dünya çempionu, Avropa çempionu, əməkdar məşqçi, beynəlxalq əməkdar məşqçi, prezident mükafatçısı olan bir igid cəngavər oğlumuz oturub. Gəlin Araz müəllimləri biraz. Araz Musayev həm də mənim mənəvi oğlumdur ya, biləsiniz. Deməli, Araz Musayev təkcə özü ad qazanmaqla kifayətlənməyib. O, bu gün də idmanın önündədir, idmanın sıralarındadır və istəyir ki, Azərbaycan idmanı onun yaşı çoxalsa da gənclərimiz həmin idmanı inkişaf elətdirə çempion olmuşdur. Ancaq bugün Muay Thai Kickbox Federasiyasının prezidenti olaraq yenidən öz idmançı komandasını yetişdirməkdədir. Gəlin Muay Thai'çıların hamısına bir alqışlayalım. Bugün dövlətimizdə yaradılıb bu münbit şərait ki, bax, idmançılar belə inkişaf edə bilirlər və o dövlətin verdiyi hüquqlardan istifadə edərək Araz Musayev də həmin işi davam etdirməkdədir. Araz Musayev idmançı olmağından başqa həm də bir vətən sevdalı gəncdir. O vətənpərvər olduğu qədər vətənpərvərdir. Yəni vətənpərvərlik elə belə sıradan bir şey deyil. Vətən sevdası insanın qanundan, canından gəlir və onu əməlində göstərə bilməkdir. Mən sizə bir haşiyə çıxdım. Araz Musayev bir vaxtlar yadınızdadırsa, bir Üzdəmiraq Fəxrəddin Abbasovun qohumu vardı. O telefon söndürüldü. Şahmarzadə Nərmin. Nərmin Şahmarzadə. O xanım deyək, tırnaq arası deyək ona, Mübariz İbrahimov kimi milli qəhrəmanımıza dil uzatmışdı. Onu təhqir etmişdi. Ona görə Araz bax belə bir oğuldu ki, getdi, Mübariz İbrahimovun valideynləri ilə görüşdü və onlardan səlahiyyətli nümayəndə olaraq sənəd aldı və Mübarizin mübarizəsinə qalxdı. Vəkil oldu da belə deyək. Səlahiyyətli nümayəndəsi oldu və deyim ki, o vaxtdan mən Arazı daha çox sevdim. O çox cəsarətlə o işi başa çatdırdı və o gəlməyən polisimizi, məhkəməmizi, hüquq mühafizə orqanlarını saya salmayan Nərmini məcburi gətirdik məhkəməyə. Yəni burada bizim qazilərimiz, vətənsevər insanlarımız hamısı Araza dəstək oldu. O sıralarda mən də var idim. Özümü çox xoşbəxt hesab edirəm ki, o Nərminə biz atır, küçə süpürmək kimi də olsa bir şərti cəza verdirə bildik və hərdən gedib özümüz də baxırdıq ki, görək doğrudanmı o süpürür o küçəni. Bax, iş budur, sevda budur, vətən sevgisi budur.
mübarizə budur. Mən inanıram ki, burada bugün toplaşanların hamısı elə o mübarizələr sırasındadır. Bax, bu oturan şəhid analarımız onların bariz nümunəsidir ki, elə oğullar getirdilər vətən sevdalı. Araz burada müdafiə qalsa da, onlar vətən yolunda öz şirin canlarından keçdilər. Gəlin bu yerdə bizim Azərbaycanın torpaqları uğrunda canını verən şəhidlərimizin ruhunu bir dəqiqə biz lütfən yadlayalım. Allah rəhmət eylesin. Allah rəhmət eylesin. Başta gelin. Azerbaycan, Azerbaycan, ey yaman yıllardır şanlı vətənim, səndən ötürü can verməyə cümlə hazırız, səndən ötürü can verməyə cümlə hazırız. Üç renkli bayrağınla məsul yaşa, üç renkli bayrağınla məsul yaşa. Millətlər can qurban olur, sizdən vətən qurban olur. Hüququndan keçən əsgər, hədədir qəhrəman olur. Sən olarsan Gülüstan, sən hər an can qurban, sənin məhəbbət, səndə tutmuş məkan. Namusunu hiss etməyə, bayrağını yükseltmeye, namusunu hissetmeye, zalimler gençler müştakıdır. Şanlı vətən, şanlı vətən, Azerbaycan, 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 Azerbaycan.